Hörmətli izləyicilərim, bu mənzilə gəlməyin tək bir yolu var, o da hava yoludur, vertolyotla. Helikopterlə gəlməlisə bu mənzilə. Görün sizə mənzərə təqdim edirəm də. Deməli, bu evin təmirinə 1 milyon xərclənib, 1 milyon da mənzərədir, sizə 2 milyona ərsəyə gəlmiş mənzili 70% endirimlə təqdim edirəm. Qarışıq cümlə oldu biraz. İndi mənzərəyə baxın, tam başa düşəcəksiniz ki, söhbət nədən gedir. Bu mənzərəni sevməmək olar, bu mənzərədən həzz almamaq olar. Mərkəzi park, yanında qış parkı, ən hündür locationda, dənizin mavi suları, gəmilər, şəhərimizin füsunkar mənzərəsi, bura Qurtqaşınlı küçəsidir. Elində ərazisi, hündür yerdə, Musa Böyev dairəsinin yaxınlığında sizə 420 kvadrat təsəvvür edirsiniz. 2 dənə mənzilin birləşməsi mənzil təqdim edirəm. Hörmətli izləyicimin qonağıyam, mənzilindəyəm. Sizə lüks mənzil təqdim edəcəm. Çaylarınızı süzün, qarışdırın, limonu atın, davleninizi bir dənə təmizləyin. Sizə bir dənə rəsm əsəri təqdim edəcəm. Deməli, bu 2 rəsm əsəri var, dəyərli izləyicilər. 6 ay rəssam gəlib bura. Azərbaycan rəssam olmayıb başqa ölkədən. 6 aya, yəni bu reklam üçün demirəm, reallıqdır. Həvəskardır da adam. Bu rəsmlə kamerasına görsətsin, o rəsmi 6 ay oturublar burada, başlarında papaq, qəzetdən qoyublar, bu rəsmləri çəkiblər. İtalyan zərifliyi, İtalyan, ağır klassika, adam özünü oliqarx kimi istəyir də mənzilin içində. Dəyərli izləyicilər, sütunlardan da görürsünüz, Arifə bir işarə bəsdir. Məndən də 1000 dəfə yaxşı bilirsiniz. Ona görə abartmayım. Gəlin mən sizə yavaş-yavaş bu mənzilin estetikasını təqdim edeyim. 75 kvadratlıq zaldan keçək hol hissəsinə, mənzilin dəhlizinə. Bura dəhlizdir. Gözəlliyə tamaşa edin. Paltar dolabı, bütün ev kameradır, uşaq otağıdır. Mənzildə yaşayış dəyərli izləyicilər çox deyil. Gəl-get məsələsi də, indi bilirsiniz də, gəl-get məsələsi. Daim yaşanılmır. Heç bu otaqların demək olar ki, istifadə olunmuyor. Primer üçün görsədirəm sizə. Bu bir otaqdır, uşaq otağıdır. Əşyaları sadəcə belə qoyublar. Bu əşyalar bu otaq üçün uyğun deyil əslində. Sizə yavaş-yavaş, buradan da gedə bilərik, buradan da gedə bilərik. Özüm də taşıb qalmışam, Allah hamımızda belə bir evlərdə yaşamaq qismət edəsin. Başqa bir hissidir, başqa bir həzdir. Boy-boyuna paltar dolabı, 8 dənə Dyson kondisioneri var, mərkəzləşmiş sistemdə. Bütün elektronikalar hamısı Simek, dəyərli izləyicilər. Simekin bir dənə çaydanı bilirsiniz. Bir dənə çaydanı 340 manatda, bir dənə, məsəl üçün, bir çaydanı. Bütün hər şey Simekdir, evdə göstərəcəm sizə. Qalır. Bura köməkçi otağıdır, paltar üçün, yəni köməkçilər burada ütülüyür, yuyur filan. Bura birinci, takini birinci. O başdan da var, burada da yəni birinci sanuzə sizə göstərirəm. Bura isə valideyn yataq otağı, zərifli öz sözünü deyir. Həmən buradakı mebelləri mən Portbaxuda başqa bir dəyərli izləyicimin evini təqdim edəndə də görmüşdüm. Eynən bu. Orada bir dənə fərq olur ki, bir dənə qadın, yəni əsər var idi, qız belə dayanmışdı da, elə bir ki, orada. Burada yoxdur, amma eyni mebellərdir də, dəyərli izləyicilər. Buranın içində var qardirob otaq. Qoy sizə işıqda yandırdım. Burada oca markalar sözünü deyir, xanımlara aid olan markalar, bəylərə aid olan yenə markalar. Qəşəng, zövq. Keçirik hamam otağına. Zövqlü bir hamam otağıdır. Jaccuzisindən hər şeydə yəni. Maşallah. Pul da var, zövq da var da, dəyərli izləyicilər. Bunu ərsəyə gətirmək çox çətindir. Elə hazır almaq yaxşıdır.
Coçiklər də buradan. Buradan artıq gəlirik yenə növbəti bir otağa. Bura bir qız uşağını Allah saxlasın, Allah bütün balaları qorusun. Burada bir yataq, zərif, sadə və şıq pərdələrindən hamam otağına qədər. Görün necə gözəldir. Bilirsiniz, shit klassika deyil də. Adamı tox görsədən klassikadır. Evə qonaq gələndə wow, mümkün deyil. Yəni o evə gələn qonağın işindən, gücündən, vəzifəsindən, pulundan asılı olmayaraq səni bu evə gələndə o belə oturub göz gəzdirəcəklər. Can, qəşəng ev var bunun. Bu o evdə dəyərli izləyicilər. Burada da mələklərin şəkilləri, bunlar da əl işləri də hamısı. Növbəti otağa sizi dəvət edim. 420 kvadratın daha bir yataq otağı, əzizləyicilər. Bəli. Artıq sözə lüzum yoxdur. Keçək növbəti otağa. Buyurun. Komfortlu, geniş mətbəx otağındayıq. Mebellər yığılıb, gözəl yığılıb. Əyləşmə divanı, oturma masası, yenə orada şkaf, yenə 1 milyonluq mənzərə, balkon hissəsi yəni. Burada adası və ikinci mətbəx mebeli. Elektronikalarda təkrarlıq olmasın, hamısı simek. Dəyərli izləyicilər, gördüyünüz kimi bu mənzildə ucuzlu heç bir şey yoxdur. Hər bir şey kalitənin al üstündədir də yəni. Konserin sayını da əvvəldə səhv dedim, 10 dənədir dayısın, 8 dənə deyil. Dəyərli izləyicilər, bir mənzərəni zaten görmüşsünüz, oranı göstərməyə bir ehtiyac görmürəm. Mən sizə növbəti hissələri təqdim etmək istəyirəm. Bura xüsusi soyunucu otağıdır mənzildə. Göstərmirəm, 4-5 dənə xaldeni var içəridə. Artıq şeyləri bazarlıq eləyəndə ora qoymaq üçün. Bura isə yenə umumi ikinci bir hamam otağıdır. Çox geniş hamamlar, rahat, komfortlu bir mənzildir. Hər şeydə idealdır da, yəni, dostlar. Təmiz farfır, Çexiyan xrustalı da, yəni, element odur. Hörmətli izləyicilərim, sizə bu mənzərəni təkrarlamağı arzu edirəm. Bu eyvanda viski, konyak, kofe, sigar və parka bax. Həyata bir dəfə gəlir. Alın bu mənzili, o dadı dadın. Bu evin qupçası da var. Qupçanı da verdi mənə, açarı da verdi mənə ki, Tural əfəndi, bunu hörmətli izləyicilər və saat real müştəri olanda da məni çağır, gəlim, qiymətdə danışaq. Kimə maraqlıdırsa bu mənzil nömrəyə zəng eləsin, gəlsin, oturaq bir sigar çəkək, danışaq. Sağ olun, var olun, görüşərik.